Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər. Hər birinizi xoş gördük, hər birinizlə xoş görüşdük. Mən Educompany təhsil şirkətinin fizika fənni üzrə təlimçisi Pərviz Əbilov. Bu gün yenə müəyyən məsələlərin həllində çalışacağam ki, sizlərə öz köməyimi göstərim. Bunlar nədir? Bunlar bizim qarşımıza çox çıxan tiplərdir, məsələ tipləridir. Əsasən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən cismin sürətinin proyeksiyasının tapılmasıdır və qrafik keçidlərdir. Qrafik keçidləri verib, daha doğrusu bizim tapmağımızla, məsələn, orta sürəti tapa bilərik. Və yaxud da ola bilər ki, bizdən soruşulsun ki, sadəcə sürətin proyeksiyasının zamandan asılılıq qrafikini çək. Bunu həll eləyə bilərik. Və yaxud da yolu tapa bilərik və yaxud da həmçinin yerdəyişmənin proyeksiyasını tapa bilərik. Cürbəcür həll üsulları var. Amma əsas budur ki, biz deməli təcilin proyeksiyasının zamandan asılılıq qrafikindən sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə nə edək? Keçə bilək. Bunun üçün qeyd yazmışıq. Qeyd nədir? Vx V0x üstəgəlinsin AX-T'dir. Bunu hamı bilir. Buradan delta Vx AX-T olur. Bu da fiqurun sahəsi deməkdir. Yəni, qısacası, bizə əgər təcilin zamandan, daha doğrusu təcilin proyeksiyasının zamandan asılılıq qrafikini veribsə, mən sürətin proyeksiyasının, daha doğrusu sürətin dəyişməsinin proyeksiyasını tapmaq üçün həmin fiqurun sahəsinə müraciət etməliyəm. Yaxşı, mən bunun üçün xüsusi bir metod sizə təklif edirəm. Bu nədir? Qazanc-ziyan metodudur. Çox maraqlıdır. Mənə elə gəlir, sizin də diqqətinizi neyniyər? Cəlb edər. Qazanc nədir? Ziyan nədir? Sürəti, başlanğıc sürəti öz büdcəniz hesab edin. Sıfırdırsa büdcənizdə pul yoxdur. Müəyyən müsbət qiymətdədirsə, deməli, müəyyən qədər pulunuz var. Əgər mənfidədirsə, deməli, borcunuz var. Belə düşünək. Əgər tapdığınız sahə müsbətdirsə, baxın, sıfırdan yuxarıdadırsa, bu qazanc deməkdir. Tapdığınız sahə mənfidirsə, bu ziyan deməkdir. Qısa və konkret olaraq. İndi bunların üzərində müəyyən məsələ tiplərini işlədikdən sonra siz mənə elə gəlir bu metodu daha yaxşı anlayacaqsınız və daha yaxşı da tətbiq etməyə başlayacaqsınız. Baxın, sizə mən burada 5 sual hazırlamışam ki, bu suallar deməli təcilin proyeksiyasının zamandan asılılıq qrafikindən sürətin proyeksiyasının zamandan asılılıq grafikinə keçidlərdən ibarətdir. Başlayaq elə birinci sualdan. Başlanğıc sürətinin proyeksiyası V0x 16 metr bölünsün saniyə olan cismin 10-cu saniyədə sürətinin proyeksiyasını cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən hesablayın. Yəni, təcilin zamandan asılılıq qrafikinə baxıb, sürətin zamandan asılılıq grafikini çəkərəm və yaxud da belə deyək, hesablayaram. Mən əsasən hesab üçün danışacağam. Amma hal-hazırda bu danışdığım qrafikində nəyi, təsviri burada verilib. Başlanğıc sürətin proyeksiyası 16-dır. Yəni, elə düşünün ki, sizin 16 manat pulunuz var. AX-T qrafiki, baxın, nədir? 30-dur. Bu nə deməkdir? Müsbət tapmışsınızsa, bu qazanc deməkdir. 16 manat pulunuz var idi. 30 manatda qazanc əldə elədiniz. Deməli, 10 saniyədən sonra sizin sürətinin proyeksiyası 16-dan 46. Yəni, büdcə birdən-birə 16-dan neynədir? 46-ya qalxdı. Baxın, sürətin proyeksiyasının zamandan asılılıq qrafiki bu şəkildə olacaq. Buna əsasən yolu, yer dəyişməni, yola görə, yer dəyişməyə görə orta sürəti neyə bilərsiniz? Tapa bilərsiniz. İkinci, başlanğıc sürətinin proyeksiyası -2 metr bölünsün saniyə olan cismin 4-cü saniyədə sürətinin proyeksiyasını cismin təcilinin proyeksiyasının zamandan asılılıq grafikinə əsasən hesablayın. Yenə də eyni tipdədir. Bu dəfə isə əlinizdə nə var? 2 manat nəyiniz var? Borcunuz var. 2 vur 4, 8. 2 manat borcun var idi.
8 manat qazanc əldə elədim. Avtomatik bu 8 manat qazancdan 2 manat borca verirəm, əlimdə qalır 6 manat. Yəni sürət -2-dən 6-ya dəyişir 4 saniyə ərzində. Yenə 3-cü sual. Baxaq buna, buradan davam edək. Sürətin, daha doğrusu sükunət vəziyyətindən hərəkətə başlayan cismin 5-ci saniyədə sürətinin proyeksiyasını, cismin təcilinin yenə də eyni sualdır. Təcilin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Sürətin proyeksiyasının zamandan asılılıq qrafiki bizdən soruşulur və yaxud da sürətin proyeksiyasının, son sürətin proyeksiyasının qiymətini bizdən soruşur. Sükunət vəziyyətindən başlanğıc sürət yoxdur. Başlanğıc büdcəniz 0-dır. Mənfi sahədir. -4 vurulsun 5, -20. Heç bir qazancım, üzr istəyirəm, heç bir pulum yox idi. 0 manat pulum var idi, belə deyək. -20 tapdım. Yəni 20 manat ziyan elədim. Sürət 0-dan -20-yə dəyişdi 5 saniyə ərzində. 4-cü sual biraz maraqlıdır. Deməli, sükunət vəziyyətindən hərəkətə başlayan cismin 30-cu saniyədə sürətinin proyeksiyasının hesablayın. Belə yazaq. Biraz qısaldaq. Deməli, sükunət vəziyyətindən hərəkətə başlayır. Əldə var nə? Əldə var 0. 5 vur 10. Müsbət sahə tapmışam. 50 tapmışam. 0 manat pulum var idi. 50 tapdığıma görə deməli 0-dan 50-yə nə etməlidir? Belə deyək də 50 manat birdən-birə qazancım oldu da, belə deyək. 0-dan 50-yə. Sürət 0-dan 50-yə dəyişməlidir. Sonra isə baxın 10-dan 10-30 zaman intervalında, yəni T1 10, T2 30 zaman intervalında 10-30. Sahə nə olur? -2 vurulsun, baxın 20. -2 vurulsun 10-dan 30-un aralığı 20. Yəni 50 idi, sonra isə 40 manat ziyan elədim. 50 idi, 40 manat da ziyan eləsəm əlimdə qalır 10 manat pul. Yəni 0 manatım var idi, 50 manat qazanc əldə elədim, 10 manatda 40 manatda ziyan əldə elədim. Belə oldu ki, yekunda pulum qaldı 10 manat. İndi deyərsiniz ki, müəllim görəsən niyə bu qədər uzadır? Niyə bu qədər prosesi böyüdür? Elə müəllim 0-ın üzərinə bu fiqurun sahəsini gəlsin, elə yekunda onu tapsın. Tamam, eləyə bilərik. Bu fiqurun sahəsinin birbaşa başlanğıc sürətin proyeksiyasının üzərinə gəlib, son sürətin proyeksiyasını tapa bilərik. Lakin bu artıq itir ortada. Məsələn, bunu qurmasam, elə etsəm, orta sürəti səhv hesablayaram. Məsəl üçün. Yolu bəlkə də tam düşünə bilmirəm indi hal-hazırda. Yolu bəlkə də səhv hesablayaram. Yer dəyişməni bəlkə də səhv hesablayaram. Ona görə də daha yaxşı olar ki, daha faydalı olar ki, bizim üçün təcilin proyeksiyasının zamandan asılılıq qrafikindən sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə keçid edeyim. Yəni onu birbaşa olaraq qurum, təsvir edeyim. 5-ci sual. Başlanğıc sürətinin proyeksiyasını verib 30, belə bir sahə verib və bizdən son sürətin proyeksiyasını soruşur. Həmçində qrafikində biz burada qurmuşuq. İndi izah edeyim. Başlanğıc sürətin proyeksiyası 30-dur. 30 manat pulu var. Mənfi sahədir, bəli. Deməli, bu nə deməkdir? Ziyandır. Sahənin qiyməti nədir? -4 vurulsun 5, -20. 30 manat pulum var idi. 20 manat ziyan əldə elədim. Pul düşdü 30-dan 10-a. 10-dadır. 5 saniyə ərzində sahə olmadığına görə, baxın fiqurun sahəsi 0-da olduğuna görə, daha doğrusu qrafik 0 üzərində olduğuna görə burada sürətin proyeksiyası dəyişmir, cisim bərabər sürətlə hərəkət edir. Baxın 5-10 zaman intervalında sürət 10-da olaraq qalıb. Nəhayətdə 10-dan 15-ə nədir? Müsbət sahədir. Bəli, deməli mənim 10-cu saniyədə sürətimin proyeksiyası 10 idi. 10 manat pulum var idi. 6 vur 5, 30 manat müsbət sahədir. 30 manat pul əldə elədim, qazanc əldə elədim. Pulum 10-dan 30 manatda əlavə üzərinə gələndə 40-a qalxdı. Deməli, sürətin proyeksiyasının zamandan asılılıq qrafiki bu şəkildə oldu. Dəyərli müəllimlər, diqqətinizə görə təşəkkür edirəm və diqqətinizə bir neçə şeyi çatdırmaq istəyirəm. Əvvəla, mən
sizlər üçün bir ev tapşırığı tətbiq, daha doğrusu ev tapşırığı hazırlamışam. Fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz. Yenə də eyni stildə sualdır. Təcilin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Düzxətli hərəkət edən cismin təcilin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Buna əsasən müşahidəyə başlayandan 15 saniyə sonra cismin yer dəyişməsinin proyeksiyasını hesablayın. V0x -20 metr bölünsün saniyədir. Bütün bu danışdıqlarıma əsasən, bütün bu danışdıqlarım sizin üçün bu sualın həllinə imkan yarada bilər. Diqqətinizə görə təşəkkür edirəm. Amma sağollaşmadan öncə bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm. Tətbiq önəmlidir. Mütləq formada biz nə qədər nəzəriyyə öyrənsək də, bunun tətbiqində çətinlik çəkirik və bizim qarşımıza imtahanlarda çıxan tətbiq yönümlü suallar olur, daha doğrusu hesablama sualları, bunlar kimi qrafik sualları və s. və ilaxır. Bunun üçün belə deyək, bizim sınaq qruplarımız mövcuddur. Sınaq qruplarımız barəsində və onlara qoşulmaq barəsində məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, gələn görüşlərədək.